müəyyən müqəddəs kitabdan danışacağıq, amma danışmamışdan əvvəl mən istəyərdim ki, özümüzə belə sual verək. Yəni, bu gün danışdıqlarımızın mənə nə faydası olacaq? Bu günləri eşitdiklərimdən özümə hansı ibrət götürmək istəyirəm? Çünki müqəddəs kitab vasitəsilə biz oxuduğumuz hekayələr, hadisələr, bunlar bizim üçün verilib. Biz müqəddəs yazılarda biz inkişaf etməyə bacaraq. Müqəddəs kitab vasitəsilə biz Allahın varlığını dərk edirik, Allahı başa düşürük və nəinki Allahı başa düşmək üçün müqəddəs kitab bizə bunu verir, başa düşdüyümüzü yaşamaq üçün müqəddəs kitab lazım olan bütün nümunələri, bütün ibrəti bizə verir. Ona görə müqəddəs kitab bizə buraxılan bir irsdir ki, müqəddəs kitab vasitəsilə həm Allahı tanıyırıq, həm də ki, necə ömür yaşamalı olduğumuzu da öyrənirik. Və bu barədə müqəddəs kitabda çoxlu bir nümunələr var və bu günləri mən istəyərdim 2-ci salnamələrdən bir nümunə götürüm. 2-ci salnamələrdə olan nümunə bu Asa padşahın dövrünə gəlir çıxır. Təsəvvür edin, bizim eradan 10 əsr əvvəl yaşayan. O da çox uzaqdadır. Amma ki, uzaq müddətdə yaşadığına baxmayaraq, maraqlı bir problemi yaşadı Asa və həmin o problem indiyə qədər qalır. İndiyə qədər insanlar problemlərlə üzləşirlər və biz özümüz də problemlərlə üzləşmişik. Aramızda elələr var ki, hansılar ki, hansı bir çətinliklərdən hal-hazırda keçirlər və mən zəmanət verə bilərəm ki, biz hələ də çətinliklərlə üzləşəcəyik. Bu bizim həyatımızın ayrılmaz hissəsidir. Problemlərlə toqquşmaq, hansısa bir məsələlərlə üzləşmək. Bu həmişə olub, var və olacaq da. Amma burada olan əsas məsələ üzləşdiyimiz məsələləri necə həll edirik? Həll yollarını haradan öyrənirik? Kimdən ibrət götürürük və necə yaşayırıq? Deməli, Asa padşah Yahudiya padşahın hökmdarı olur və onun üzləşdiyi məsələ onda idi ki, qonşu dövlət ona hücum edir, İsrail ona hücum edir və həmin o ərəfədə onun verdiklərini qərara görə Hanani peyğəmbər onun qarşısına çıxır və ona Allahın sözünü deyir. İstəyərdim həmin o yerə diqqət yetirək. 1-ci Salnamələr 16-cı fəsil 7-ci ayəni ilk olaraq oxuyacağıq. O vaxt görücü Hanani Yahuda padşahı Asanın yanına gəlib ona dedi: Madam ki Allahın Rəbbə deyil, Aram padşahına güvəndin, buna görə də Aram padşahının ordusu sənin əlindən qaçıb qurtardı. Maraqlıdır. Deməli, Asa padşahın üzləşdiyi məsələ bu idi. Təhlükəyə düşür. Yəni, dinc bir dövləti idarə edir. Dinc bir həyat yaşayır və onun dinc, sakit həyat yaşamağına baxmayaraq qonşu dövlət onu dava açır. Və deyirəm ki, nə qədər bizə bənzəyir də. Yəni, biz dövləti də idarə eləməsək də öz həyatımızı idarə etməyə çalışırıq, ailələrimizi idarə etməyə çalışırıq. Hamı sakit və dinc ömür yaşamaq istəyir, yox? Kim istəyir ki, qonşu ilə didişsin? Kim bundan zövq alır? Heç kim. Kim istəyir ki, həmişə evdə söz-söhbət olsun? Heç kim bunu istəmir. Kim istəyir ki, həmişə evdə dava qırğın qopsun? Heç kim bunu istəmir. Hamı istəyir ki, belə xüsusi bir sülhdə yaşasın, dinc bir ömrünü yaşasın. Amma bu arzulara baxmayaraq üzləşdiyimiz problemlər də qaçılmazdır. Və Asada üzləşdiyi problem məhz bu idi. Təhlükə bunda idi ki, qonşu dövlət buna müharibə açır və bu məsələni həll etməkdən ötəri Asa padşah bir qərar verir. Müharibəyə birbaşa özü çıxmır, qonşu bir ölkəyə müraciət edir, Suriya ölkəsinə, Aşur o dövrdə elə adlanırdı. Aşur imperiyasının padşahlığına müraciət edir və ondan bu məsələdə ona kömək etməyini istəyir. Və bu məsələni həll etməsi üçün çox maraqlı bir qərar verir Asa padşah. O, Allahın məbədində olan sərvəti, yəni insanların Allah naminə təqdimatları götürür və onu göndərir həmin o Aşur padşahına və nitqində belə bir sözlər olur da, sən Allah məni bu bəladan qurtar. Əlbəttə ki, böyük bir sərvətə əldə edən digər ölkə müharibə elan edir İsrailə və İsraili fəth edir və bununla da sülh gəlir. Belə məntiqə görə baxanda, belə məntiqi bir hərəkət edir. Siyasi nöqtəyə doğru və strateji bir addım idi. Amma burada Allah bir iradını bildirir. Allah öz peyğəmbərini göndərir və öz iradını bildirir ki, yəni sən nəyisə doğru etmədin. Və mən
hələ bu növbəti ayə keçməmişdən əvvəl məni düşündürən bu hekayədə məsələ bunda idi ki, ay Asa, nəyə görə Allaha təqdim ediləni götürürsən və öz problemlərini həll etmək istəyirsən? Məgər Allaha təqdim elədiyin Allaha məxsus deyilmi? Əgər Allaha təqdimatlar verirsənsə, sən ona ehtiram göstərmirsənmi? Əlbəttə ehtiram göstərirsən. Deməli, sən və sənin ətrafında olan insanlar Allaha ehtiram göstərmək məqsədi ilə təqdimatlar verirlər. Yaxşı, əgər o təqdimatları Allaha verirsənsə, bəs niyə Allaha müraciət etmirsən? Və baxın, növbəti ayədə irad məhz bundan ibarət idi. Kuşlular və luvlar çoxlu süvari və döyüş arabaları ilə çox böyük bir ordu deyildimi? Rəbb ona güvəndiyin üçün onları sənə təslim etdi. Fikir verirsiniz, irad nə idi? O Asanın yadına salmaq istəyir, yadına sal. Bundan qabaq sənin üzləşdiyin problemlər olub? Hə, olub. Sənə qarşı 2 dəfə müharibə elan eləyən olmuşdu. Sənə qarşı pislik etmək istəyənlər olublar. Və sənə pislik etmək istəyənlərin qarşısında sən Allaha üz tutub ondan yardım istədin və Allah sənə yardım etdi. Bəs niyə hindi etmədin? Nəyə görə Allahdan yardım almaq təcrübəsini bilən sən, Allah mənə yardır, bunu öz həyatında təcrübə kimi yaşayan sən, indi Allaha müraciət etmədin, amma qonşudan kömək istədin. Və istədiyin köməkdə Allah naminə verdiyin təqdimatları geri alırsan və öz canını qurtarmaq üçün kiməsə verirsən. Kaş ki, Asa orada bu sözləri eşidəndən sonra deyərdi, səhv etmişəm. Kaş ki, deyərdi ki, ya Rəbb məni bağışla, bir səhv etdim, problemimi necə düzəldim? Təəssüf olsun ki, elə etmədi. Həmin bu hadisənin davamına baxanda Asa fərqli bir münasibət göstərdi, hə? Və o həbsə qoydu Peyğəmbəri və müqəddəs kitabda yazılıb ki, işgəncələr otağına onu saldı. Maraqlı bir münasibətdir. Amma Peyğəmbər həbs olunmamışdan əvvəl Asaya vacib olan sözünü deyir 9-cu ayədə. Baxın nə söz deyir ona? Çünki Rəbbin gözləri yer üzünü seyr edir ki, ürəyi bütünlüklə onun olanları qüvvətləndirsin. Ağılsızlıq etdin. İndidən sənə müharibə olacaq. Maraqlıdır. Yox, ağılsızlıq etdin. Sən ağılsızlıq etmisən. Sənin təcrübən var. Sən Allahı tanıyırsan. Sən ona dəfələrlə müraciət etmisən. O dəfələrlə sənin müraciətinə cavab verib. Ondan imdad istəyəndə o səni qurtardı. Ondan kömək istəyəndə o köməyinə gəldi. Səni sıxışdıranlardan səni qurtarıb, sənə dincliyi veribdir. Artıq sənin buna təcrübən var. İndi isə keçmişdə Allahın sənin həyatında etdiyi yaxşılıqları unut. Və deyirəm, nə qədər bizə bənzəyir. Nə qədər biz bizə edilən yaxşılıqları unutmağa meylliyik. Vay o adamın halına ki, bizə bir tərs baxsın, ya da hansısa xoşumuza gəlməyən söz desin. İllər keçəcək, bayramlarda yadımıza salacaq. Yox. İllər keçəcək, o sözü hələ də deyəcəyik. Görəsən niyə beləyik? Nəyə görə asanlıqla yaxşılıqları unutmağa meylliyik, amma bizə qarşı edilən zərrə qədər pisliyi də yadımızdan çıxartmayacağıq? Nəyə görə Allahın həyatımızda etdiyi yaxşı işləri tez unutmağa meylliyik? Amma kiminsə bizə qarşı etdiyi pisliyi yadımızda saxlayıb hələ də giləylənirik, hələ də deyinirik. Bununla bizə öyrədir. Asanın həyatına baxanda biz nə nümunə özümüzə götürə bilərik və Peyğəmbərin ona söylədiyi 9-cu ayədə Allahın gözü yer üzünü seyr edir məqsəd ilə. Ürəyi bütünlüklə ona güvənlərə dəstək versin deyə. Allah yer üzünü seyr edir ki, o insanlar hansılar ki, ancaq problemlərə düşəndə Allahı çağıranda,
Ancaq xəstələnəndə Allaha üz tutanda deyil, ömrünü Allahla yaşayanlara vaxtında və yerində öz köməyini göstərsin. Allah elə insanları axtarır. Və biz burada oturanlar deyirik ki, biz o adamlardanıq. Biz Allaha ancaq problemlərlə üzləşəndə üz tuturuq. Biz ancaq xəstələnəndə Allahı yada salmırıq. Ancaq yemək yeyəndə, dua etməliyəm. Dua edib minnətdarlığımızı bildirmirik. Bu bizim həyatımızın ayrılmaz hissəsidir. Allahla bərabər ömür yaşamaq. Biz Allahla bərabər ömür yaşamaqdan zövq alırıq. Biz bilirik ki, o bizim təminatçımızdır. O bizə lazım olanı vaxtında verən Allahımızdır. Bizim ona bu cür yaxınlaşmağımız və bizim Allaha bu münasibətimiz bizim bütün həyatımıza təsir edir. Allaha olan münasibətimiz bütün həyatımıza təsir edəndir. Əlbəttə istəyərdik ki, bizim dualarımız tez bir anda cavabını tapsın. Əlbəttə biz istəyərdik ki, biz Allaha üz tutanda Allah dərhal bizə cavab versin və müqəddəs kitabda qeyd edilən tək bu yox, yüzlərlə hadisələr bizə bəs bu nümunəni verir ki, nəyin nə üzləşdiyindən asılı olmayaraq Allaha güvənini kəsmək. Məntiqə görə, siyasətə görə, kiminsə gözündə rəğbət qazanmağa görə deyil, Allaha görə hərəkət edən insan olur. Allaha güvənən insan heç vaxt cavabsız qalmır. Allahla ömür yaşamaqda qərarlı olan insan istənilən vəziyyətdə Allahın qurtuluşunu görəcəkdir. Çox maraqlıdır ki, buna bənzər İsa Məsih öz şagirdlərinə bir örnək və nümunə verir. Lukanın müjdəsində 18-ci fəsildə 7-ci, 8-ci ayədə bunlar yazılır. Məgər Allah öz seçdiklərini, gecə-gündüz ondan imdad istəyənlərin haqqını qorumayacaqmı? Onları çox gözlədəcəkmi? Sizə bunu deyirəm, tezliklə onların haqqını qoruyacaq. Bəs bəşər oğlu gələndə yer üzündə iman tapacaqmı? Məhz ona görə o son sözləri qırmızı hərflə yazdım ki, vacib olanı özümüz üçün qeyd edək. İsa Məsih öz şagirdlərinə bu sözlərlə ruhlandırma, təşviq verir. O deyir ki, Allah ona üz tutub, ondan imdad istəyənlərə yardımına gələndir. O mütləq kömək edəcəkdir. Çünki Allah sadiqdir. Allah vəfalıdır. Allah ona üz tutanları əli boş geri qaytaran deyil. Və biz bunu İsa'nın yer üzündə ictimai xidmətində görürük ki, ona müraciət edən hər bir kəsə cavab verirdi. Şəfa istəyənə o şəfa verirdi. O demirdi ki, məşğulam sabahları gəl. Şəfa istəyənə şəfa verirdi. Hansısa bir sual narahat edirdisə və o sualı İsa'ya ünvanlayırlarsa, o sualın nəinki cavabını verirdi, izahını verirdi ki, nəinki insan cavab alsın, amma cavabı yaşamağı bacarsın. İsa heç kimi əli boş geri qaytarmadı. Və İsa'nın bu cür münasibəti Allahın bizə olan münasibətini zahir edir. Çünki biz görünməz Allahın bizə olan münasibətini müqəddəs kitab vasitəsilə oxuyuruq. İsa'nın ictimai xidmətində isə insanlara bəslədiyi münasibətdə, insanlara göstərdiyi rəftarda görürük. O necə idi? Ayda Allah bilir. Əgər Allah ona müraciət edən heç kəsi əli boş geri qaytarmırsa, deməli mənim də dualarım, Allaha olan müraciətim havada buxar kimi əriməyəcək. Ünvanına çatacaq və Allah tezliklə mənə cavab verəcək və İsa deyir, yaxşı dualarına cavab alırsan, bəs mən geri qayıdacam və Rəbb geri dönəcək. Və biz Məsih İsa'ya iman edənlər onun təkrar gəlişini həvəslə gözləyirik. Biz bilirik ki, o mütləq gələcək. Onun adına iman edib, onun gəlişini həvəslə gözləyənləri əbədi həyata qovuşdurmaq üçün. O deyir, bəs mən geri gəldikdə o vacib olanı mən görəcəm sizdə və vacib olanı vurğulayır. Bu imandır. O imanı sizdə görəcəm
Və çox maraqlıdır ki, iman mövzusu müqəddəs kitabda xüsusi bir yer tutan mövzudur. Çünki iman vasitəsilə biz Allahla ünsiyyəti bərpa edirik və iman vasitəsilə bizim bərpa olunmuş Allahla ünsiyyətimiz uzun müddətli bir münasibətə çevrilir. Və Allah ilə bizim aramızda olan münasibətin kökü məhz iman üzərində qurulub. Və müqəddəs kitablar İbranilər məktubunda aydın deyir. Allaha yaxınlaşan iman etməlidir ki, o var və onu axtaranlara mükafat verir. Bu da necə möhtəşəm sözlərdir. Allaha yaxınlaşan şəxs ilk əvvəl nə etməlidir? Bəlkə gözəl avazlı dualar etməlidir. Bəlkə ilk əvvəl hansısa bir sövqat getirib Allaha təqdimatlar verməlidir. Bəlkə hansısa bir mərasimlərdə iştirak etməlidir. Allahın kəlamı deyir, yox. Vacib olan budur, iman. Yaxınlaşan iman etməlidir, o var və onu axtaranları mükafatlandıran Allahdır. Və bu və digər ayələrdə iman sözünü sadəcə inanc səviyyəsindən çıxardır, Allahla bizim aramızda olan münasibəti kökü kimi qoyur. İman olmadan, müqəddəs kitab deyir, Allahı razı salmaq qeyri mümkündür. Çünki Allahın bizdən istədiyi məhz budur. Ona güvənmək, ona etibar etmək, ona arxayın olaraq ömrümüzü yaşamaq. Və bu iman bizim bir əqidəmizə çevrilir və bu əqidəmiz dönməz bir mövqeyimizi tutur. Və müqəddəs kitabda adları düşmüş peyğəmbərlərin, salih insanların həyatına baxanda biz məhz bu əqidəni görürük. O əqidə onlarda o qədər möhkəm idi ki, onlar hətta öz canlarından keçməyə razı idilər, nəinki əqidələrindən. Çünki kimə iman etdiklərini onlar yaxşı bilirdilər. Və biz də kimə iman etdiyimizi yaxşı bilirik. Baxın, İbranilər məktubda 10-cu fəsil 23-cü ayə bizə nə deyir? Ümid verən əqidədən möhkəm tutaq. Çünki vəd verən Allah sadiqdir. Möhkəm tut deyir o əqidədən. Bizdən öncə yaşayanlar və adları müqəddəs kitaba düşənlərin şəhadəti məhz bundan ibarət idi. Onlar imanda möhkəm qaldılar. Onlar öz əqidələrində dönməz oldular. Və deyir, sən də möhkəm tut, çünki sənə vəd verən Allah sadiqdir. Mən deyirəm, indi düşünək, nə qədər biz buna bağlanırıq. Nə qədər bu düşüncə nəinki gözəl sözlərlə birləşən bir gözəl səslənən cümlədir. Nə qədər bunlar mənim həyatımda yer alır. Nə qədər mən bu əqidəyə möhkəm sarılmışam. O qədər möhkəm sarılmışam ki, həyatımda üzləşdiyim xoşagəlməz vəziyyətlər, kim xoşagəlməz vəziyyətlə üzləşmək istəyir? Amma üzləşirik və üzləşəcəyik də. Ya da xoşagəlməz hadisələr, problemlər, xəstəliklər nə qədər mənim əqidəmə təsir edir? Yoxsa mənim əqidəm, mənim Allahın mənə olan sədaqəti üzləşdiyim məsələləri həll etmək üçün mənə güclü dayaqdır? Bu cümlə aydın idi. Nə qədər üzləşdiyimiz problemlər, xoşagəlməz vəziyyətlər, xəstəliklər bizim inancımıza zərbə vurur və bəzən də heç dua etmək istəmirik. Və yaxud da ki, əqidəmizdən o qədər möhkəm sarılırıq. Nəyə görə sarılırıq? Çünki bilirik, Rəbb sadiqdir, Rəbb vəfalıdır, Rəbb etibarlıdır. Və bunu bildiyimizə görə də hər bir vəziyyətdə, hər bir işimizdə Allahın bizə öyrətdiyinə görə davranmaq istəyirik. Çıxmaq istəmirik. Allah necə öyrədirsə, o tərzdə də yaşamaq. İman bu həlim və Allaha güvənən sakit ruhdadır. Həlim və Allaha güvənən sakit ruhda. Allaha yönəlmiş ehtiramda və onun kəlamı qarşısında təslimiyyətdədir. İman təvəzzülkar və itaətkar ürəkdə. Sədaqətli həyat tərzində özünü göstərəndir. Bu günləri istəyərdim o Biyala səsləndirdim imanın tərifində
həlim və Allaha güvənən sakit ruh barəsində danışım. Çünki həlimlik sözü imanımızda xüsusi və özəl yer tutmalıdır. Və bu sözün mənasını başa düşməliyik ki, o söz bizim həyatımızda yer tutsun. Çünki həlim insan haqqında fikirləşəndə adətən ağlımıza hansı insanlar gəlir? Həlim insan, zəif, yox? Bəlkə də pasiv, bəlkə də özünü qoruya bilməyən, yəni həlimdir. Yəni o həlimdir və sakitdir. Yəni belə üzr istəyirəm ifadəmə görə, başına qapazı vur, əlindən çörəyi al. Ki ağlımıza belə insanlar gələ bilər ki, hansı ki o həlimdir və həlim özünü qoruya bilməyən, özünü müdafiə edə bilməyən, amma müqəddəs kitaba baxanda çox maraqlı İbrani dilində bir söz var, anaf sözü. Çox xoşlayıram o sözü. O Əhd-i Ətiqdə həlim sözü Allaha bağlı, Allaha tabe olan deməkdir. Tamamilə biz başa düşdüyümüz həlim sözündən fərqli bir yanaşmadır. Həlim insan nəinki sakit, fağır, özünü müdafiə edə bilməyən, yox, müdafiə etməyi bacaran, amma Allaha tamamilə bağlı, tamamilə Allaha özünü təslim etmiş insandır. Və müqəddəs kitab deyir, bu həlimlər vacibdir. Və müqəddəs kitabda oxuduğumuz iman qəhrəmanlarının həyatına baxanda o həlimliyi onların həyatında görürük. Onların həlimliyi sakit, belə kasıb qohum kimi, bizdə belə bir ifadə var. Kasıb qohum kimi qapının kəndarında dayanmaq deyil, amma Allaha güvənməkdə və Allaha etibar etməkdə bunu elandadır. Mən Allaha güvənirəm, Allaha etibar edirəm və Allahsız heç bir iş görməyəcəm. Çox maraqlıdır ki, Süleyman öz məsələlərində belə insanı şərəfləndirir. Belə insan haqqında görüncə maraqlı sözlər deyir. İgid olmaqdan səbirli olmaq yaxşıdır. Nəfsə hakim olmaq şəhərə almaqdan üstündür. Nə maraqlı sözlər ilə həmin o insana şərəf verir. Deyir ki, kimlər isə igidləri şərəfləndirirlər. İgidlərin adına küçələr qoyurlar, igidlərin adına heykəllər qoyurlar, igidlər barəsində hekayələr yazırlar, nağıllar yazırlar. Yəni igidlərin adı yaşayır hansılar ki, hansı bir şücaət göstərdilər, hansı ki bir qəhrəmanlıq göstərdilər, hansılar ki tarixdə öz qəhrəmanlıqlarına görə yer aldılar. Süleyman isə deyir ki, bir dəfə şücaət göstərib nəyisə nail olan insandan isə səbirli ömür yaşayan insan daha dəyərlidir Allahın gözündə. Bu da tamamilə fərqlidir. Tamamilə fərqli bir münasibətdir. Nəinki öz hüququnu müdafiə etmək, nəinki öz haqqını tələb etmək, nəinki nəyisə nümayiş etmək, göstərmək, sübut etmək, səbirli ömür yaşamaq. Səbir həlim insanlara aid olan bir keyfiyyətdir. Haçan hər bir vəziyyətdə hövsələlərini itirməyərək Allahın onların həyatında iş görməyi gözləyənlərdir. Səbirli insan o gözləyir. O gözləməyi bacarır. Bilirsiniz niyə bacarır? Çünki bilir ki, Allah heç vaxt gecikməyəcək. Allah heç vaxt gecikməyəcək. Allah öz vaxtında lazım olan köməyi bizə göstərəcəkdir. İsa Məsih deyir, mən bunu imanı görmək istəyirəm sizdə. Nəinki çılğın bir bəyannamələr, mən Allaha güvənirəm, Allah bunu mənim həyatımda edəcək, Allah mənimlədir və hər hansı bir vəziyyətə, məsələyə belə can atıb sıçrayırıq ora və düşüncələrimizdə Allah mənim yarıma gəlib çatacaqdır. Mən gedirəm, Allah köməyimə çatacaqdır. Amma bizdən öncə yaşayanların həyat hekayələrinə baxanda, onlar hansısa bir işi görməmişdən əvvəl Allahı gözləməyə öyrənmişdilər. Bizim hövsələmiz çatmır, biz bəzən tələsirik, fikirləşirik ki, gecikərik. Və deyirəm ki, o qədər belə sürətli həyat yaşamağı öyrənmişik ki, həmişə tələsirik. İşdən çıxanda, işə gedəndə belə tez-tez bezib gedirik. Hətta deyirəm, yemək yeyəndə tez-tez yeyirik. Mən fikirləşirəm ki, dünyada ən tez yemək yeyən Azərbaycanlılardır. Yəni, kimsə yarışa bizimlə çıxsa, o duzacaq. Ən tez yeyirik. Hara tələsirik? Və deyirəm ki, o qədər buna vərdiş etmişik ki, Allaha müraciətlərimiz də belə olur.
tələsirik. İndi mənə cavab ver. İndi istəyirəm mənə cavab verəsən. Amma baxırıq ki, bizdən öncə yaşayanların şəhadətləri axı fərqli idi. Onların səbri Allaha güvəndiklərini sübut edirdi. Onların səbri, yəni Allahın cavabını gözləmək, Allaha güvəndiklərini sübut edirdi. Bəlkə bizə də bu sübut lazımdır. Dua edəndə, ya Rəbb, sənin zamanını gözləyəcəm. Səbr edəcəm. Çünki bilirəm, sən vəfalı və sadiqsən. Çünki mən bunu bilirəm axı. Müqəddəs kitab vasitəsilə mən bunu öyrənmişəm və nəinki nəzəri olaraq müqəddəs kitab vasitəsilə bunu öyrənmişəm. Geri döndükdə yadıma salıram. Unutmaq istəmirəm həyatımda gördüyüm yaxşılıqları. Və bu yaxşılıqları görən sən hər dəfə sübut edirsən mənə. Sən vəfalı və yaxşısan. Əgər sənin vəfalı və yaxşı olduğunu bilirəmsə, gözləməyə mane olan mənə nədir? Əgər sənin vəfalı və sadiq olduğunu bilirəmsə, sənin sözünə itaət etməyə mənə mane olan nədir? Çünki mənim sənin sözünə itaətim mənim davamlı, uzun müddətli bərəkət almağıma səbəbdir. Niyə insanlar Allahdan aldığı bərəkəti itirirlər? Çünki itaət etməyi öyrənmirlər. Onlar başa düşmürlər ki, itaət etmək bizi nəyinsə məhbusu edib məhdudlaşdırmaq deyil. Allahın kəlamı bizə ruhani azadlıq verir. Allahın kəlamı bizim bədənimizə şəfa verir. Allahın kəlamı aldığımız yaralardan bizi mənəvi azad edir. Əgər Allahın sözü bu qədər bizə müsbət təsir göstərirsə, nəyə görə də o sözə güvənməyək? Nəyə görə də Allahın bizə etdiyi yaxşılıqları tez zamanda yadımızdan çıxardaq? Əgər unutqanıqsa, və mən deyərdim, biz unutqanıq. Bəlkə özümüzdə qeyd edək. Hər aldığımız duanın cavabını, Allahın həyatımızda gördüyü yaxşılıqları, əgər unutqanıqsa, qoy bizim dəftərlərimizdə yazılsın və hər dəfə hansısa bir çətinliklə üzləşəndə, əzizlərim, üzləşəcəyik. Hansısa xoşagəlməz vəziyyətlə üzləşəndə üzləşəcəyik. Hansı bir xəstəliyə düşəndə xəstələnəcəyik. Yadımıza salaq. Rəbb sadiq vəfalıdır. O mənə artıq kömək edib. Əgər mənə kömək edən Allahdırsa, niyə narahat oluram? Niyə təşviqə düşürəm? Axı, mənə qüvvət verən, külli ixtiyar olan Allahdır. Gözləməyi öyrənək. Allahdan cavab almağı gözləməyi öyrənək. Biz Allahdan cavab almağı gözlədiyimiz zaman biz vərdiş yaradırıq özümüzdə. Allahın bizim həyatımızda gördüyü yaxşılıqları davamlı olaraq yaşayaq. Çox maraqlı bir ilahiyyatçının sözündən istifadə etmək istəyirəm. Charles Spurgeon belə bir söz deyir. Həlimlik və səbir Məsihçi xarakterinin gücünü göstərir. Çox sadə cümlə və çox konkret, bəli, çox dəqiq. Həlimlik. Və biz öyrəndik, həlimlik sadəcə bir küncə sığılaraq fağır dayanmaq deyil. Allaha güvənmək, Allaha etibar etmək. O deyir, səbir biz Məsihçinin xarakterinin güclü tərəfidir. Bizim gücümüz belə iti danışmaqda deyil. Bizim gücümüz fiziki gücümüzü nümayiş etdirməkdə deyil. Bizim gücümüz ötkəmli danışmaqda deyil. Bizim gücümüz Allaha sığınmaqdadır. Allaha güvənməkdədir və onun bizim həyatımızda öz həll edici cavabını verməyi gözləməyimizdir. Gəlin bunu özümüzdə vərdişlər yaradaq və Allahdan gözləyək ki, o həll edici cavabını versin həyatımızda. O bizə kömək eləsin və biz də tezliklə Allahdan cavab alaq və Allahdan cavab aldığımıza görə sevinək. Gəlin Yəhyanın müjdəsi 5-ci fəslin 19-cu ayəyə diqqət yetirək. Beləcə İsa onlara dedi: Doğrusunu sizə deyirəm. Oğul atanın nə etdiyini görməsə, özündən bir şey etməz.
Çünki ata nə edərsə, oğul da onu edər. Niyə görə bu ayəyə müraciət edirəm? Çünki həlim insan Rəbbi gözləməyi bacarır. Həlim insan Rəbbi gözləməyi bacarır, çünki ona güvənir və Rəbsiz heç bir iş görmək istəmir. Bu həlim insanın aid olan bir keyfiyyətidir. Həmin o insan özündə vərdiş yaradır. Dua edəndə gözləsin. Çünki bilir ki, Rəbb sədaqətlidir. Onun gözləməyinə səbəb Allaha olan güvənidir. Və Allaha güvəndiyinə görə o Allahsız heç bir iş görmək istəmir. Və İsa bu nümunəni bizə bu ayədə verir ki, mən atasız heç bir iş görmək istəmirəm. İsa Məsih öz şagirdlərinə buna öyrədir və deyir, mən sizə nümunə verirəm. Və bu nümunəni biz sadəcə İsa'nın münasibəti külli ixtiyar olan Allaha necə idi, onsuz iş görmək istəmirdi. Bu bizim üçün bir nümunədir ki, biz də Məsih kimi eyni sözləri deyək. Mən atasız heç nə görmək istəmirəm. Mən atamın cavabını gözləyəcəm. O mənə cavab verməyənə qədər mən öz cavabımı verməyəcəm. İsa öz şagirdlərinə məhz bunu öyrədirdi. Cavab verə bilərdi, əlbəttə. Edə bilərdi, əlbəttə. Amma münasibətini göstərir. Heç vaxt. Biz edə bilərik, edə bilərik. Cavab verə bilərik, elə cavab verərik, adamı 7 qatından çıxarıq. Biz elə cavablar verməyi bacarıq. Amma cavab verməyəcəyik. Biz Allahın bizə öyrətdiyindən kənara çıxmaq istəməyəcəyik. Çünki bununla Allaha olan sədaqətimizi biz göstəririk. Məhz bu həlimlik Allah ilə bizim aramızda münasibətin ən yüksək formasıdır. Allahsız heç bir iş görməmək. Və bu bizə öyrədir, Allah ilə birgə yaşamağı öyrənmək. Bu ifadə aydındır. Allah ilə birgə yaşamağı öyrənməliyik. Bu nümunələri İsa bizə verir. Allahsız heç bir iş görməmək. Hər bir işində Allah öyrətdiyi tərzə görə davranmaq. Allah nəyi öyrədirsə müqəddəs kitab vasitəsilə o cür olmağa can atmaq. Əgər hansısa hərəkətlərimizdə, vərdişlərimizdə uyğunsuzluq varsa, nə edirik? Yox, o mənə yaraşan deyil. Onu özümdən kənarlaşdıracağam. Çünki Allahın ürəyinə görə bir insan olmaq istəyirəm. Beləliklə, həlimlik bir zəiflik deyil ki, biz deyək ki, həlimlik bu fağırlıqdır, zəiflikdir. Həlimlik Allaha təslim edilmiş gücümüzdür. Biz özümüzü Allaha təslim edirik ki, o bizim həyatımızda fəal olsun və öz gücünü bizim həyatımızda göstərsin. İstəyərdim, bu bir fikir var, istəyərdim o cümləni oxuyaq. Çox sağ ol. Allahın vədləri Allahla yaşayanlar üçündür. Bu cümlə aydındır, hə? Görün, belə razılaşırsınız cümlə ilə. Yox. Allahın müqəddəs kitabda verdiyi vədləri, gözəl vədlər var burada. Bir ömür yetməz bütün o vədləri yaşamağa. Bir ömür yetməz. Allahın vədləri saysız, hesabsızdır və bizim həyatımızın bütün sahələrinə toxunaraq bərəkətləndirir. Amma bu vədlər Allahla yaşayanlara nəsib olur. O insanlar hansılar ki, öz həyatını Allaha təslim edirlər, onunla birgə yaşamaq üçün. Allahsız heç bir iş görmək istəmirlər. Tamamilə özlərini Allaha təslim edirlər ki, onunla bərabər ömür yaşasınlar. Və biz deyirik ki, biz elə insan olmaq istəyirik. Biz belə insan olmaq istəyirik. Biz öz həyatımızı Allahın xoş iradəsinə təslim etmək istəyirik. Biz Allahsız heç bir iş görmək istəmirik və bütün işlərimizi də o müqəddəs kitab vasitəsilə bizə öyrətdiklərində etmək istəyirik. Ondan kənara çıxmamaq şərti ilə. Və mən istəyərdim, İlham'a xahiş edeyim ki, o növbəti cümlələri oxusun. Bura. Yox, oranı. Öz gücümüzə yox, sənə güvənəcəyik. Ehtiyaclarımızı və xahişlərimizi
sənə sevinclə dua edərək bildirəcəyik. Sənə güvəndiyimizi yalnız sözlə deyil, səni gözləməklə göstərəcəyik. Sənsiz, ya Rəbb, addım atmayacağıq və sənin kəlamına uyğun yaşayaraq bunu təsdiq edəcəyik. Mən deyirəm, bir anlıq dayanaq, bu cümlələri belə gözlərimizlə qaçıraq, oxuyaq və bu cümlələrin axırında öz adımızı yazaq. Mən belə bir insan olmaq istəyirəm. Öz gücümə güvənmək istəmirəm. Üzləşdiyim məsələləri öz ağlıma görə, gözümdə doğru bildiyimə görə həll etmək istəmirəm. Sənə güvənən insan kimi hər şey həll etmək istəyirəm. Ehtiyaclarımı və xahişlərimi sənə sevinclə bildirəcəm. Nəyə görə? Çünki bilirəm, sən vəfalı və sadiqsən. Bilirəm ki, sən mənim yaşadıqlarıma biganə yanaşan deyilsən. Bilirəm ki, mənim həyat yükümü mənimlə bərabər daşımağa, mənə yardım etməyə, mənim ağrılarımı ürəyimdən çıxardıb şəfa verməyə hazır olan Allahsan. Əgər mən səni belə tanıyıramsa, dualarımı sənə səsləndirməyə mane olan mənə nədir? Ona görə tələsəcəm dua etməyə, tələsəcəm xahişlərimi bildirməyə, tələsəcəm ehtiyaclarımla bölüşməyə və ehtiyaclarımla bölüşəndə məyus olmayacam. Sevinərək bunu eləyəcəm. Çünki kimə dua etdiyimi bilirəm. Vəfalı, sadiq və məni tükənməyən məhəbbətlə sevən Allahıma. Sənə güvəndiyimi yalnız sözlə deməyəcəm. Səni gözləməklə, səndən cavab gözləməklə bunu sübut edəcəm. Sənsiz heç bir işimi görmək istəmirəm. Bütün həyatımı sənin kəlamına uyğun yaşamaq üçün edəcəm. Adımızı yazırıq altından. Bu mənim adımdır. Mən belə yaşamaq istəyirəm. Mən ömür yaşayıb sənin yaxşılıqlarını görmək istəyirəm. İlahiyyatçı Aydın Tozer'ın maraqlı bir ifadəsi var bu mövzuda. Allahı gözləməyi bacaran insan artıq özünə yox, Allaha güvənir. Maraqlı sözdür, hə? Sadə bir cümlə, amma nə qədər böyük bir məna. Allahı gözləməyi bacaran insan. Nəyə görə bu cümləni mən bəyənirəm? Çünki orada bacaran sözü deyir və mən deyirəm, bu bir vərdişdir. Biz öyrənirik buna. Biz özümüzü öyrədirik buna. Allahı gözləməyi bacarım. Çünki biz tələsirik. Bizim hövsələmiz çatmır gözləməyə. Biz ani cavab istəyirik. Amma Allah bizi tamam başqa bir şey istəyir. İman görəcəm səndə. Etibar nə qədər yer alıb səndə. Nə qədər mənə güvənirsən. Nə qədər təslim olursan mənim qarşımda. Nə qədər inanırsan ki, mən səni yaram. Vaxtında, yerində sənə kömək edəcəm. Və biz belə nümunələrə baxanda müqəddəs kitabda saysızdır. Və ən sevdiyim nümunələrdən birini Davudun həyatında üzləşdiyinə bölüşmək istəyirəm. 1-ci Şamuelin kitabı 30-cu fəsil 6-cı ayədə yazılıb və bunu məndən yəqin ki, dəfələrlə eşitmişsiniz, çünki sevdiyim hadisələrdən biridir. Davud öz əskərləri ilə, öz ordusu ilə qayıdır özü yaşadığı bir qəsəbəyə. Ora qayıtdıqda maraqlı bir mənzərə ilə üzləşir. O, orada olmadığı müddət ərzində və onun əskərləri də onunla bərabər olduğuna görə mühafizəsiz dinc sakinlər qalmışlar. Düşmən hücum eləyir və nəinki oradakı əmlakı aparır, oradakı insanları özlərinə qul etmək üçün sürgün aparırlar. Bir təsvir yarada bilərəm sizə nə baş verir. Hə? Davud qayıdır, evi xaraba gündədir. Övladlar yox, uşaqlar yox, hamısı əsir aparılıb və ani qərar vaxtıdır. Məsələni tez həll etmək lazımdır ki, nə qədər düşmən uzaqlaşmayıb. Çünki hər ləngimə 10 dəqiqə ləngidin, 10 dəqiqə səndən uzaq düşdü. 1 saat ləngidin, onlar 1 saat daha uzaq məsafəyə getdi. Yarım gün ləngidin, onlar yarım gün səndən uzaq məsafəyə düşdü. Və o deməkdir ki, böyük ehtimalla gedib onlara çata bilməyəcəksən. Yazılıb burada 30-cu fəsil 1-ci Şamuelin kitabında 6-cı ayədə yazılıb ki, insanlar onu daşqalaq eləmək istəyirdilər. Kişilər daşqalaq eləməyə hazır idilər ki, Davud hərəkətə keçməliyik. Davud tez qərar verməlisən.
30-cu fəslin 6-cı ayəsində maraqlı bir son cümlə burada belə yazılır. Lakin Davud Allahı Rəbdən qüvvət aldı. Maraqlıdır. İnsanlar tez qərar verib məsələni tez həll eləmək istəyirlər. Davud isə Allahı gözləməyə üstünlük verirdi. Və onun Allaha olan müraciəti çox maraqlı idi, hansı ki qeyd edilib 8-ci ayədə. Gəlin o müraciətə diqqət yetirək. Davud Rəbbə müraciət edərək dedi: Bu basqınçıların arxasınca düşsəm, onlara çatarammı? Rəbb ona dedi: Ardlarınca düş, mütləq onlara çatacaqsan və mütləq əsirləri qurtaracaqsan. Davud bu müraciət etməmişdən əvvəl onunla bir şəhərdə yaşayan kahini çağırır. O kahin gəlməlidir. Cəmaət gözləyir. Kahin gəlməlidir. Gəlsin ki, Allaha müraciət edilsin. Mən bilmirəm neçə müddət o gəldi. Amma demək istəyirəm ki, vəziyyət gərgin idi və Davud da ki, ətrafdakı insanların qarşısında reyting qazanmaq üçün gedək, Allah bizimlədir, hücum eləyəcək, qələbə çalacaq demədi. Demədi. Nə qədər biz beləyik, hə? Biz hansısa bir məsələni tez həll etməyə meyil göstəririk və şuur altı fikirləşirik ki, nəysə natamam etsək, Allah onu gəlib tamamlayacaq. Nəysə doğru etməsək, Allah prosesdə düzəldəcək. Davud isə nümunədə onu göstərir ki, tələsməyəcəm. O gözlədi, kahin gəldi, Allaha bərabər müraciət edildi. Ya Rəbb, gedək, yoxsa getməyək? Və mən deyərdim, qoyulan sual duada biraz məntiqsiz görsənir. Nəyə görə? Axı ailəndir, axı övladlarındır, axı sənin yaxınlarının əzizləridir. Yəni, belə sual vermək olarmı? Davud deyir, hə, hər vəziyyətdə Allaha müraciət etmək doğrudur. Hər şeyi sorğulamaq doğrudur. Davudun nümunəsi bu idi. Tələsmədən Allahı gözləmək, Allah cavab verəndən sonra isə işi görmək mütləqdir. Peki bir anlıq gözləyək, Allahdan cavab alıb, sonra iş görmək mütləqdir. Biz məsihçilər, Allah mənimlə canlı danışır, nitqində möhkəm dayanırıq. Allah bizim ilə nəinki müqəddəs kitab səhifələrində danışır, Allah bizim dualarımızda bizə cavab verir. Allah bizə istiqamət verir. Allah bizə gündəlik məsləhətlər verir. Ona görə biz Allah mənimlə danışır, sözündən qorxmadan istifadə edirik. Və bizim istifadə etdiyimiz sözdə həqiqət var. Çünki Allah danışan Allahdır. Allah nəinki hardasa uzaqdadır ki, bizim dualarımız gedib ona gəlib çatmalıdır. Dilimizin ucunda. Çünki ürəyimizdədir. Və biz hər dəfə ona müraciət edəndə ondan cavab alırıq. Ondan cavab alırıq. Əgər Allahdan cavab aldığımızı biliriksə, onda niyə müraciət eləməyək? Əgər Allahdan cavab aldığımızı biliriksə, nəyə görə ehtiyaclarımızı nə qədər bizi narahat edirsə, nə qədər gərgin vəziyyətdirsə, amma əminlik ilə, sakit ruhda biz Allah onu bildirməyək. Çünki o bizim qayğımıza qalandır. Axı o qayğımıza qalandır. Və Davudun bu və digər həyat nümunələrinə baxanda görmək olur ki, Davud həlim sözünə tam cavab verən idi. Allaha güvənən şəxs idi. O, Allaha güvənən şəxs idi və o, hansısa bir hərəkət keçməmişdən əvvəl Allahdan işarə, Allahdan cavab gözləyirdi. Vəziyyətin ağır olduğuna baxmayaraq, Davud Allahdan soruşdu və növbəti söz tələsmədi. Tələsmədi. Gəlin biz də hər bir üzləşdiyimiz məsələdə Davuddan bu ibrəti götürək. Allahdan soruşaq və tələsməyək. Davud güclü döyüşçü idi, təcrübəsi var idi, amma özünə yox, Allaha güvənməyi seçirdi. Döyüş təcrübəsi olan insan idi. O bilirdi ki, o təqib etsə, onlara çatacaq və o bilirdi ki, onlarla döyüşə girsə, qalib gəlmək ehtimalı çox yüksəkdir. Çünki döyüş təcrübəsi var. Bizim də hansısa bir işləri görmək üçün artıq təcrübəmiz var. Amma gəlin təcrübəmizə deyil,
təcrübəmizə deyil, bizə qüvvət verən Allaha arxalanaq. Mən bunu bacaracam. Amma hətta yaxşı bacardığım işdən qabaq mən dua edim. Allahdan kömək istəyim. Yarın mənə kömək elə. Təcrübəm var, mən bu işi dünən etmişəm, 1 ildir bu işləri görürəm, amma sənə ehtiyacım var. Sənsiz, çünki heç bir iş görmək istəmirəm. 1-ci Şamil kitabı 24-cü fəsildə isə Davudun başqa bir keyfiyyətinə rastlaşırıq. Allahın zamanını gözləmək. Çünki o bilirdi ki, Allah onu padşah olmaq üçün təyin etdi. Və bu məqsəd ilə Şamuel peyğəmbəri göndərib ona dedi ki, Allah səni Şaulun əvəzinə hökmdar təyin edəcək. Hakimiyyət davası aparmadı. Nə maraqlı insandır, yox? Bizə bu sözün yarısını desəydi, davı qoparardıq, hə? O isə hakimiyyət üzrə dava aparmadı. O gözlədi. Hətta ki, hakimiyyəti ələ keçirmək imkanı əlində olanda belə fürsətdən istifadə etmədi. Onun ki, mən Davud üçün deyirəm, o fürsətçi deyildi. O fürsətçi deyildi. O, Allahı gözləyən insan idi. Allahı gözləməyi bacaran, Allaha güvənən bir şəxs idi. Sonda istəyərdim bu cümlələrlə bu sualları verim. Oxuya bilərsən, zəhmət olmasa. Onun gücü var idi, amma öz başına hərəkət etmək istəmirdi. Bu bizə nə öyrədir? Bu barədə düşünək. Əgər Davudun həyatına baxırıqsa və biz Davuddan bunları öyrənə bilirik. Əsər biz Asa padşahın həyatına baxdıq, onun həyatında uyğun gəlməyən bir hərəkəti gördük. Bunlar bizim üçün nədir? Özümüzə hansı ibrət götürürük ki, bu hadisələri eşidən bizlər nə edəcəyik? Asa kimi gözümüzdə doğru olanı, başqalarının rəğbətini qazanmaq üçün nə yollarla olursa olsun öz məsələlərimizi həll edən və yaxud da ki, Davud kimi Allahı gözləyən, etibar edən və Allahsız heç bir iş görməyən bir insan olaq. İsa Məsih bu nümunəni ona görə bizə verir, deyir ki, mən atasız heç bir iş görməyəcəm. Və biz də deyirik ki, mən də atasız heç bir iş görmək istəmirəm. Bu mənim həyatımdır. Çünki imanım həlim və Allaha etibar edən sakit ruhdadır. İmanım Allaha yönəlmiş ehtiramda və onun kəlamı qarşısında təslim olmaqdadır. İmanım təvazökar və itaətkar ürəkdədir. İmanım sədaqətli həyat tərzində özünü bəlli edir. Hər gün bəlli edir. Bu günə bölüşmək istədiyim bu qədər idi.